Çınar TV her zaman sizinle, sizin kanalınız. Çınar TV her zaman sizinle, sizin kanalınız. Salam değerli izləyicilər, biz bu günləri Şəmkir rayonunda olan ünvana gedirik. Həmən ailəyə öz yardımımızı göstərək. Bizim gözəl qardaşların sayəsində. Təbii ki, Allahın izinlə. Köhnə işçi böləsinin yanında yerləşir həmən ünvan. Su kanalının bölgə yerləşir. Gördüğünüz kimi hava yağışlı olmağına baxmayaraq biz öz yardımımızı inşallah Allahın izinlə çatdıracaq. Çınar TV'ni izləyin, bizə dəstək olmaq üçün kanalımıza abunə olun, like verin. Daha çox videolardan xəbərdar olmaq üçün Çınar TV kanalına abunə olun və bizi izləməyi davam edin.
Biz gəlirik. Sizin üçün gəlirik. Çınar TV hər zaman sizinlə. Bizə zəng vurub əlaqə saxlamaq üçün 050 431 6606 Çınar TV'nin qadın xəttindən bizə zəng edib məlumat verə bilərsiniz. Çınar TV'nin efirində hər hansı bir arzunuzu çatdırmaq üçün bizə məlumat verməniz kifayətdir. Çınar TV hər zaman sizinlə, sizin kanalınız. Çınar TV hər zaman sizinlə, sizin kanalınız. Daha çox videolardan xəbərdar olmaq üçün Çınar TV kanalına abunə olun və bizi izləməyi davam edin. Dəyərli izləyicilər, Şəmkir rayonun Çınarlı qəsəbəsində 70 ilə yaxındır ki, elektrik naqilləri, dirəkləri bərbad gündədir. Və gördüyünüz kimi, elektrik naqilləri bərbad gündə olmağına görə tez-tez Çınarlı qəsəbədə elektriklə bağlı problemlər baş verir. Və neçə aylardır ki, 8 ay yaxındır ki, hələ də Çınarlı qəsəbədə elektrik naqilləri kabelləşməyibdir. Hələ də bu zülmə dözürük, dəyərli izləyicilər. Hələ bir eşiyə açıq göndərdi, az qalıb parçalar olur.
Dəyərli bu günləri Şəmkir rayonunun Çınarlı qəsəbəsində Nizami Gəncəvi olan adına küçədə asfaltlama işlərinə start verildi. Və söz verdiyimiz kimi Çınar TV kanalı olaraq bu işi sizlərə göstərəcəyik. Dəyərli izləyicilər, gördüyünüz bu asfaltdan bu tərəfə hardasa təxmin 50 ilə yaxındır ki, yəni asfalt olmamışdır. Bərbad gündəydir. Və indi çox şükür ki, dövlətimizin sayəsində bu gördüyünüz yerdə asfalt olacaq. Və avtomobillər rahat bir şəkildə gedəcəklər. Allah xeyir versin. Yolumuzu çəkirlər. Bundan sonra da yol əziyyəti çəkməyəcəyik. Maşınlarımız gedib gələcək, özümüz də düz yolla gedib gələcəyik. Allah eləyənlərin canını sağ eləsin, dövlətimizi qorusun. Dövlətimizin sayəsində belə işlər Respublikamızın hər yerində gedir. Sağ ol. Sağ ol. Allah ömrünü uzun eləsin, Allah canını sağ olsun, Allah xeyir versin. Yəni çox şükür dövlətimizin sayəsində Dövlətimizin sayəsində yol düzəlir. Səbəbimiz düzəldi. Neçə ildir yollar bərbad gündəydir? 50 yaxın varmı? 50 yaxın. Var. Bəli, var. Yəni çox çətinlik orada sizə. Bəli, toz, torpaq evin içindən biri. Qışda palçıq orada yağışda. Yayda da toz torpağın içində durmaq olmur. Çox sağ ol. Sizə sağ olun. Bu Çınarlı qəsəbənin Nizami Gəncəvi adında olan küçənin asfalt olmağından bağlı nə deyə bilərsiniz? Allah köməklər olsun, Allah xeyir versin. Yəni siz rahatlatsınız da bu avtomobillə bağlı. Bu maşınımız rahat gedib gəlir də, cəmaatın da maşını rahat gedib gəlir, yaxşıdır. Aydın, sağ olun. Yolun təmirindən bağlı onu deyə bilərik ki, hər şey əladır, yaxşıdır, yəni yaxşı işlər görülür. Belə. Avtomobilləriniz rahat şəkildə gedib gələsiniz yəni. Hə, hər şey yaxşıdır. Sağ olun. Sizə sağ olun. Salam Mürəşim dayı. Bu Şəmkir rayonunun Çınarlı qəsəbəsinin Nizami Gəncəvi olan adına küçənin asfalt olunmağından bağlı nə deyə bilərsiniz? Mən onu deyə bilərəm ki, Allaha min şükür ki, yolları yadına salan kimsədir. Allah onun ömrünü uzun eləsin, canına can sağlığı versin, işləyənlərin də Allah qollarına qüvvət versin, bu xalqı yadına salan var. Yəni bu yollar dövlətimiz tərəfindən yəni çalınır. Bəli, Allah dövlətimizin bayrağını uzun eləsin, Allah prezidentimizin o dəmir yumruğunu əksik eləməsin, qoy neçə ki, həyat var, yaşasın. Şəmkir rayonunun Çınarlı qəsəbəsinin Nizami Gəncəvi olan küçənin asfalt olunmağından bağlı nə deyə bilərsiniz? Allah xeyir versin. Kəndimiz abadlaşır. İri qəsəbədir. Nə qədər olsa o qədər yaxşıdır. Allah xeyir versin. Dönə. Çox sağ olun. Allah kömək olsun. Daha çox videolardan xəbərdar olmaq üçün Çınar TV kanalına abunə olun və bizi izləməyi davam edin. 35 ildən çox ki bərbad gündədir. Nə qapısı var, nə pəncərəsi var, nə polu var.
Yəni odun yanırlar. Odun yanmağının bir mənası yoxdur. Çünki qapı pəncərə olmayanda nə xeyri var o? Yağış damlayıb bütün günü suyun içindədir, xəstələnirlər, bastan aparır həkimlərə. Təhsil ocağının nə qapısı var, nə də ki pəncərəsi. Şəmkirin Çınarlı qəsəbəsində məktəb viranə qalıb, valideynlər həyəcan təbili çalır. Araşdırmışıq. Nə qapısı var, nə də ki pəncərəsi. Diqqətlə baxsan, qəzalı vəziyyətdə də deyil. Amma həm də bir növ tərk edilmiş viranəliyə bənzəyir. Söhbət Şəmkir rayonunda yerləşən təhsil ocağından gedir. Şəmkir rayonunun Çınarlı qəsəbəsindəki bir saylı məktəb o vəziyyətə düşüb ki, yararsız döşəmələr sökülərək qışda odun kimi istifadə edilir. Amma təəssüf ki, Şəmkir rayonu Çınarlı qəsəbəsinin bir saylı tam orta məktəbinin şagirdləri mahnıda oxunduğu kimi heç də özlərini bəxtəvər sanmırlar.
Belə getsə, bu məktəb şagirdsiz qalacaq. Vaxtı ilə 800 yerlik olan bina o qədər bərbad vəziyyətdədir ki, indi cəmi 300 şagird qalıb. Söhbət Şəmkir rayonunun Çınarlı qəsəbəsində yerləşən Şəhid Etibar Həsənov adının bir saylı tam orta məktəbdən gedir. Bir daha aidiyyəti qurumlardan xahiş edirik ki, burada göstərilən problemlərə diqqət ayırsınlar. Yəni, onlar bu məsələni həll edəcək, biz onlara təşəkkür edəcək, onların uğurları olacaq. Elə ilk olaraq da gəlin vətəndaşların göndərdiyi əsas problemlərə keçid alaq. Gördüyünüz kimi bu məktəb çox bərbad haldadır. Nə qapısı var, nə pəncərəsi var, nə də polu var. 30 il ərzində heç bir iş görmübdür. Kanalımıza müraciət edən Şəmkir rayon sakini Bəhman İsmailov bildirir ki, Şəhid Etibar Həsənov adına olan bir saylı tam orta məktəb çox bərbad vəziyyətdədir. Şagirdlər qış aylarında demək olar ki, məktəbə gedə bilmirlər. Gedəndə də tez-tez xəstələnirlər. Baxımsız sinif otaqları və dəhlizlər, qırıq ayna və qapılar, şüşəsiz pəncərələr. Görüntülər Şəmkirin Çınarlı qəsəbəsindəki Şəhid Etibar Həsənov adına bir saylı məktəbdəndir. Mesajlara tamaşaçımız yazıb ki, Şəmkirin Çınarlı qəsəbəsində bir saylı məktəbin nə qapısı var, nə pəncərəsi. Yağış yağır, yer də, polu da yoxdur deyir. Ona görə uşaqların paltarları səliqəli qalmır. Şəmkirin Çınarlı qəsəbəsi. Azərlər, gördüyünüz kimi bu məktəb 30 ildən çoxdur ki, bu vəziyyətləri bu durumdadır. Gördüyünüz kimi biz haradasa bir neçə aylardır, bir il yaxındır ki, mübarizələr aparırıq ki, inşallah şəhidimizin adını daşıyan bu məktəb tez bir zamanda təmin olsun və burada şagirdlər sağlam bir şəkildə öz dərslərini keçsinlər. Gördüyünüz kimi məktəb çox bərbad bir gündədir, qapısı yox, pəncərəsi yox. Dəfələrdən bu məktəb haqqında öz şikayətimizi bildirsək də, hal-hazırda heç bir dəyişiklik yoxdur. Bir çox sinif otaqlarında isə nəinki qapı və pəncərə, heç döşəmə taxtaları da yoxdur. Valideynlər deyir ki, zamanla dağılıb sıradan çıxan döşəmə taxtaları soyuq qış aylarında sinif otaqlarını isitmək üçün yanacaq kimi istifadə olunur. Vaxtı ilə bu geniş və işıqlı olan sinif otağı hal-hazırda istifadə olunmur. Buna səbəb isə sinif otağının tamamilə yararsız vəziyyətdə olmasıdır. Məktəbin mövcud vəziyyəti ilə bağlı ən çox narahatlıq keçirənlərdən biri də adını daşıdığı Şəhid Etibar Həsənovun anasıdır. Mən bu məktəbi əməlli başlı gül kimi görsəm, elə bilərəm balam yaşayır. Yəni balamın adınadır. Heç olmasa onun adına gedən məktəb bizi dirilsin. Məktəbin ən böyük problemlərindən biri də istilik sisteminin olmamasıdır. Siniflərdə odun sobaları qurulsa da, qapı pəncərələrin yararsız vəziyyətdə olması otaqların isinməsinə imkan vermir. Şəhid Etibar Həsənovun anası da övladının adını daşıyan məktəbin bu vəziyyətdə olmasından narazıdır. Mənim oğlum da gör, bu məktəbdə oxuyub, qutarıb, 30 ildir şəhiddir. Onun adını daşıyır, amma mən onun adına yaraşdırmıram. Elə valideynlər var, buradan uşaqlarını köçürdüb o bir məktəblərə qoyub. Məktəbin acınacaqlı vəziyyətindən ən çox narahatlıq keçirənsə adını daşıdığı Şəhid Etibar Həsənovun anasıdır. Onun adına olan məktəbi, onun kimi, gül kimi görsəm, elə bilərəm oğlum yaşayır. Bilirsən nə var? Amma bunun məktəbini belə görəndə, vallahi balamın ürfaqı elə bir yaşamır. 92-ci ildə nə qədər dəfələrlə yazmışam, mən anayam, gözəmirəm. Mənim uşağım bu dəqiqə mənim nəvələrim burada oxuyur. Yazmışam, gəliblər, çəkiliblər, amma davamını görmürəm. Mənim nəvəm bu məktəbin yanında olurub, bura gəlmədi. Çünki şəraiti yoxdur, bərbad haldadır. Müəllim var, yaxşı müəllimləri var. Şərait yoxdur, nə şərait edəsiniz? Özünüz gördünüz də, baxdınız. Ona görə də o bir məktəbə bağlı qoymuşuq. Tikilən gündən bugünkü günə kimi hələ burada bir təmir iş görülməyibdir. 800 nəfəri məktəb, indi olubdur 300 nəfəri, o da heç tam gəlmir. O da günü-gündən azala-azala gedir. Nə qapısı var, nə polu var, nə pəncərəsi. Bilmirik biz uşağın təhsilindən maraqlanaq, yoxsa sağlamlıqla maraqlanaq. Paslayan aparıq həkimlərə. Çünki pəncərələr yox, bütün günü soyuq. Pəncərələr yox, pol yox, qapı yox. Ona görə də uşaqlar gələ bilmirlər. Gələn uşaq xəstələnir, bir dünya müalicəyə pul gedir, həkimlərə qalır. Bu sinifin polunu söküb, o sinifdə yandırırlar. Yəni vəziyyət çox bərbad, pis haldadır. Aynaları salafan çəkirlər. Bu gün salafan çəkir, sabah külək olan kimi böyük aynadır. Qış sezonu demək olar ki, davamiyyət yoxdur. Nəyə görə soyuq olur, şərait yoxdur, istilik yoxdur. İstilik olsa yaxşı olar məktəb. Uşaqlarımız da təhsil ala bilər. Çınarlı qəsəbəsinin sakiniyəm. Hüseynov Almaz qoca qızı.
Mənim nəvələrim də bu məktəbdə oxuyur. Nə yanacağı var, nə polu var, nə patologu var. Bir dənə bir düzəməlli istilik sistemi yox, bir şey yox. Biz buraya yığışmışıq ona görə ki, bizim uşaqlar Şəhid Etibar Həsənov adına məktəbdə oxuyur. Müəllimələrdən heç bir narazılığımız yoxdur. Dərslər yüksək səviyyədə keçirilir, ancaq şəraitdən çox narazıyıq. Pol yox, aynalar, şüşələr yox, qabağa qarlı qış gəlir. Mən çox istəyirəm ki, məktəbimiz düzəlsin. Mən hamıya deyim ki, bizim çox qəşəng məktəbimiz var. Əvvəla salam hamınıza. Mən də hamı kimi təzə məktəbdə oxumaq istəyirəm. Bu məktəb çox qırıqdır. Bizim siniflər, nətər deyimi, yoxdur. Sinif çox soyuq olur. Bizim məktəb qapıları çox pis gündədir. Məktəbin qapıları yoxdur. Bəzi uşaqlar var məktəbə gələndə tez-tez xəstələnir. Buna görə məktəbimiz pis gündədir. Bizim məktəbimiz çox bərbad haldadır. Mən burada oxuyandan yəni yaxşı vəziyyət görməmişəm. Məktəbimizin aynaları, polları, hər şey pis gündədir. Biz də istəyək ki, yaxşı məktəbdə oxuyaq, yaxşı təhsil alaq. Məktəbimizin də yəni belə deyim, pis gündədir, təmiz heç kim məktəbə gəlmək istəmir vəziyyətə görə. Biz də tez-tez xəstələnirik qış olanda. Etibar Həsənovanda bir saat orta məktəb çox bərbad gündədir, polları yox. Qışda polları kəsib odun əvəzinə yandırırlar. Biz də istəyərik ki, yaxşı məktəbdə təhsilimiz yaxşı olsun. Mən 6 ildir bu məktəbdə oxuyuram. 6 ildə mən burada da bir şərait görməmişəm. Yəni bir pollar bərbad gündədir. Odun yandırırıq məktəbdə. Xəstələnirik, məktəbdən qalırıq, təhsil ala bilmirik. Bəzi müəllimlərimiz də bu dəqiqə xəstədir və uşaqlar da daxil ona. Çox soyuqdur. Həqiqətən də çox soyuqdur və biz üşüyürük. Məmmədov Əkbər Məmmədoğlu. Məktəb haqqında deyə bilərsiniz? Məktəb haqqında məktəbi düzəltmək lazımdır. Mənim uşağımız oxuya bilmir, girə bilmir, soyuqdan dura bilmir. Aynalar qırıq, qapılar qırıq. Məktəbin içinə girirəm, nə polu var, nə qapısı var, nə bir şey var. O məktəbdə heç bir şərait görməmişəm. Məndən qabaq oxuyanlar da deyir ki, bu vəziyyət çox pisdir. Biz üşürük, aynalarımız, pəncərələrimiz qırıqdır və biz bu məktəbin təmir olmağını istəyirik. Və sonra bizim qapılarımız qırılıb. Mən Musayev Elman, mən 6 sinifində oxuyuram. Mən 6 ildir burada oxuyuram. 6 ildir mən bu məktəbdə şərait görməmişəm. Bizim aynalarımız, pəncərələrimiz qırıqdır. Biz polu pesə yandırıb qızılmaq üçün yandırırıq. Məhəmmədova Aysiyam, 6 ildir bu məktəbdə oxumuşam və mən bu məktəbdə heç şərait görməmişəm. İstərəm ki, məktəbimiz təmir olsun. Hətta dərs keçəndə qorxa-qorxa keçirib, pollar qırıqdır. Məktəbimiz Etibar Həsənovun adınadır. Etibar Həsənov da şəhidimizdir, məktəbimizin adını daşıyır. İstər ki, o da istərdi ki, yəqin ki, qalsa, məktəbimiz təmir olsun. Şəmkir rayon Çınarlı qəsəbəsində Şəhid Etibar Həsənovun adını daşıyan orta məktəb biabırçı vəziyyətdədir. 30 ildən çoxdur ki, məktəbin əsaslı təmirə ehtiyacı var. Hər tərəfi uçub dağılıb. Artıq elə bir vəziyyət yaranıb ki, şagirdlərin həyatı üçün ciddi təhlükə hökm sürür. Misiya TV-yə şikayət edən Şəmkir rayon Çınarlı qəsəbə sakinlərinin sözlərinə görə Şəhid Etibar Həsənovun anası, eləcə də digər valideynlər məktəbin təmiri ilə bağlı dəfələrlə əlaqədar qurumlara müraciət etsələr də bunun heç bir nəticəsi olmayıb. Bugün geridə qalmış Afrika ölkələrində belə bu cür məktəblərə rast gəlmək olmaz. Belə acınacaqlı vəziyyətdə olan məktəbdə hansı təhsildən, hansı elmlə danışmaq olar? Şikayətlərimizə baxan yoxdur deyə şikayətçilər bildirirlər. O da qeyd olunur ki, şagirdlər dərslərdən yayınır və buna görə də kimisə qınamaq olmaz. Çünki söhbət insan həyatına yaranmış təhlükədən gedir. Kadrlardan da göründüyü kimi sinif otaqlarının tavanı, döşəməsi dağılıb, qapı pəncərələr tamamilə sıradan çıxıb. Maraqlıdır, Təhsil Nazirliyinin belə bir məktəbdən, daha doğrusu məktəb adını daşıyan bina qalıqlarından xəbəri varmı? Ümid edirik ki, əlaqədar qurumlar Şəmkir rayonu Çınarlı qəsəbə məktəbinin halına acıyıb müvafiq təmir bərpa işləri başladacaqlar. Məsələ ilə bağlı Şəmkir rayon icra hakimiyyəti ilə əlaqə yaratmaq cəhdlərimiz alınmadı. Qurumun rəsmi saytındakı əlaqə bölməsində qeyd olunmuş nömrələrə gün ərzində cavab verən olmadı. Leyla Səməndər, Heydər Həsənli, Misiya TV. Təhsil ocağının nə qapısı var, nə də ki pəncərəsi. Şəmkirin Çınarlı qəsəbəsində məktəb viranə qalıb,
Valideynlər həyəcan təbili çalır, araşdırmışıq. Nə qapısı var, nə də ki pəncərəsi. Diqqətlə baxsan, qəzalı vəziyyətdə də deyil. Amma həm də bir növ tərk edilmiş viranəliyə bənzəyir. Söhbət Şəmkir rayonunda yerləşən təhsil ocağından gedir. Uzun sözün qısası, tam orta məktəbin natamamlıqları saymaqla qutaran deyil. Övladlarını hər gün o məktəbə təhsil arxasınca yola salan valideynlərin şikayəti əsasında Şəmkirin Çınarlı qəsəbəsində yerləşən orta məktəbə yollandıq. İzləyək. Oy, oğul, bəlkə də 50 dəfə deməkdən yoruldum, başına dolanım, yazmaqdan bezdim. Həftənin o başı, bu başı uşaq xəstəxanaya müalicə alır. Uşaqlar pol gelir, pol yarılır, yoxdur, ayna yox, qapı yox. İlk baxışdan qorxu filmlərinin pavilyonuna bənzəsə də, bura hazırda yüzlərlə şagirdin təhsil aldığı məktəb binasıdır. Görüntülər Şəmkir rayonu Çınarlı qəsəbəsi Etibar Həsənov adına tam orta məktəbdəndir. Maraqlısı ondadır ki, tərk edilmiş viranəlikdən fərqlənməyən bu tikilinin sinif otaqlarında hər gün dərs keçilir. Sinif otağı dedikdə gözünüzdə canlanan mənzərəni yaddan çıxarın. Çünki Çınarlı qəsəbə məktəbinin otaqları həmin stereotipləri yerlə bir edəcək. Məsələn, buradakı otaqları bir-birindən ayıran sadəcə köhnə, ovulub tökülən divarlardır. Siniflərin nə qapısı var, nə də pəncərəsi. Yaxşı deyiblər, görü var ki, kəfəni də olsun. Belə ki, məktəbdə heç döşəmə də yoxdur. Bəzi yerlərdə çürümüş taxta döşəmə qalıqları olsa da, bəzi otaqlar sanki dəniz kənarı qumsaldır. Binadakı ekskursiyamıza bir qədər fasilə verib onu da qeyd edim ki, binanın çölü də içindən geri qalmır. Pəncərələr şüşə üzünə, şagirdlər və məktəb kollektivi isə istiliyə həsrət qalıblar. 88-də təhvil verdik buranı, bax bu binanı, 88-də. O vaxtdan da bərbad günəş köfdə, yəni dedim. Yox, olunmuyubdur. 88-dən bura təmir olunmuyubdur. Uşaqlar pol gelir, pol yarılır, yoxdur, ayna yox, qapı yox. İstiliyi, soğuğu, atəflərlə yalandan şəkildir ora qoyulub. Amma burada su qızırdı, buradan verilirdi pramay bura. İndi yoxdur. Heç olmasa bir gələndə bir isti yerdə otursunlar. Bilsinlər ki, valideyn uşağı göndərəndə uşaq xəstələnməyəcəkdir. Nəyə görə? Uşağı mən bərbad vəziyyət məktəbə göndərməliyəm. İstilik demişkən, təhsil ocağının istiliyi odun sobaları ilə təmin olunur. Daha doğrusu buna cəhd edilir. Təsəvvür edin, qapısı pəncərəsi qırıq binanı isitmək nə dərəcədə ağla sığandı. Övladını təhsil ardınca yollayan valideynlərin əsas gileygüzarı da məhz budur. Yeni tədris ilinin başlamasından heç bir ay keçməyib. Amma bu məktəbin şagirdləri çoxdan dava dərmana möhtac qalıb. Məktəbimizdə qazanxanası yoxdur. Məktəbimizin aynaları təmiz, hamısı yağınlıq ucbatından hamısı çürüyüb. Aynalarımız pis vəziyyətdədir. İçəridə soyuq olur, uşaqların xəstələnməsinə səbəb olur. Həftənin o başı, bu başı uşaq xəstəxanaya müalicə alır. Onun da heç bir xeyri yoxdur. Uşaqlarımız dərsdən yayınır. 35 ildən çox ki, bərbad gündədir. Nə qapısı var, nə pəncərəsi var, nə polu var. Yəni odun yanırlar. Odun yanılmağına bir mənası yoxdur. Çünki qapı pəncərə olmayanda nə xeyri var o? Yağış damlayıb, bütün günü suyun içindədir, xəstələnirlər, bastan aparır həkimlərə. Şikayətçilərlə söhbət zamanı o da məlum oldu ki, tədris müəssisəsində heç sanitar qovşağı da yoxdur. Sinif otaqlarında rast gəlinən 1-2 qırıq partanı nəzərə almasaq, məktəbi elm ocağı edən əsas hissə kitabxana olub. Təəssüf ki, bir neçə gün əvvəl yağan mövsümi yağışlar kitabxanaya dolub. Nəticə etibarilə bütün dərsliklər və kitablar məhv olub. Yəqin ki, qeyd etməyimə ehtiyac yoxdur. Bəli, tikilinin dam örtüyü də özü kimi istismar müddətini çoxdan başa vurub. Beləliklə yağan yağışlar tək sinif otaqlarını yox, elə sakinlərin səbir kasasında doldurub. Oy, oğul, bəlkə də 50 dəfə məktublar yazmışam. Heç nə, yaxşı da bu. Oturaq yerləri yox, uçubdur. Bu dəqiqə ayağını polun üstündə ayağını keçir polun altına, elə sinif olur, elə məktəb olur, qurban olum. Deməkdən yoruldum, başına dolanım, yazmaqdan bezdim. Şikayətçilərin sözlərinə görə ard-arda etdikləri şikayətlərə 2011-ci ildə cavab alıblar. Bildirilib ki, yaxın vaxtlarda məktəb əsaslı şəkildə təmir olunacaq. Verilən vədə əməl olunub-olunmadığı isə göz önündədir. Əlqərəz, Çınarlı qəsəbə tam orta məktəbinin müqəddəratı ilə bağlı Qazax Tovuz Regional Təhsil İdarəsindən xəbər aldıq. İdarənin baş məsləhətçisi Nəcibə Vəliyeva Qasımova bildirdi ki,
Bildiririk ki, adı çəkilən Şəmkir rayon Çınarlı qəsəbə Etibar Həsənov adına tam orta məktəbin cari vəziyyəti ilə bağlı məlumatlıyıq. Çınarlı qəsəbə Etibar Həsənov adına tam orta məktəbin qarşıdakı dövrlərdə təmiri nəzərdə tutulub. Son 2 ildə Qazax Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 70-dən çox məktəbdə cari, 4-ündə əsaslı təmir işləri aparılıb, 4 məktəb binası sökülərək yenidən inşa edilmişdir. Qeyd edək ki, təhsil müəssisələrinin təmiri və tikintisi növbəllik və prioritetlik prinsipi əsasında həyata keçirilir. Məktəb binası tam olaraq nə zaman əsaslı təmirə bağlanacaq, bunu deyə bilmərik. Bircə bunu bilib, bunu deyirik ki, rahat və təhlükəsiz şərait keyfiyyətli təhsilin ayrılmaz hissəsidir. Yeri gəlmişkən hazırda problemlə üz-üzə qalıb, probleminin qısa zamanda müsbət həllini görmək istəyənlər. Məncə artıq hara müraciət etməli olduğunuzu yaxşı bilirsiniz. Hər ehtimala qaynar xəttimiz 055 510 0202 nömrəsini bir daha diqqətinizə çatdırmaq istəyirəm. Problemləri bitməyən məktəblə bağlı Qazax Tovuz Regional Təhsil İdarəsi ilə əlaqə saxladıq. Qurumdan sadəcə bildirdilər ki, məktəbin təmir olunması gözlənilir. Məsələ ilə bağlı bildirmək istəyirik ki, Çınarlı qəsəbə 1 saylı tam orta məktəb 2019-2023-cü illər regionların sosial-iqtisadi inkişafı dövlət proqramına salınıb, təmir olunması gözlənilir. İstiliklə bağlı isə qış aylarında Çınarlı qəsəbə 1 saylı tam orta məktəb lazımı qədər yanacaqla təmin olunacaq. Məsələ ilə bağlı Qazax Tovuz Regional Təhsil İdarəsindən bildirilib ki, sözügedən məktəb təmiri planlaşdırılan təhsil ocaqlarının siyahısına salınıb. Regionların sosial-iqtisadi inkişaf proqramına əsasən bir sıra məktəblər 2019-23-cü illərdə plana salınıb. Onların içərisində Şəmkir rayon Çınarlı qəsəbə 1 saylı tam orta məktəbdə var. Məktəbin kollektivi və valideynlər dəfələrlə aidiyyatı qurumlara müraciət etsələr də hələ ki bir nəticə yoxdur. Qazax Tovuz Regional Təhsil İdarəsindən ATV xəbərə bildirildi ki, məktəbin təmiri regionların sosial-iqtisadi inkişafı dövlət proqramına salınıb. Təhsil ocağı gələn il əsaslı şəkildə təmir olunacaq. Məsələ ilə bağlı Qazax Tovuz Regional Təhsil İdarəsindən münasibət öyrəndik. Şəmkir rayon Çınarlı qəsəbə 1 saylı tam orta məktəbin mövcud vəziyyəti ilə bağlı məlumatlıyıq. Bu barədə bildirmək istəyirik ki, regionların sosial-iqtisadi inkişaf proqramına əsasən 2019-23-cü illərdə proqrama salınmış məktəblər təmir olunması gözlənilir. Onların içərisində Şəmkir rayon Çınarlı qəsəbə 1 saylı tam orta məktəbdə var. Şəhid adını daşıyan bir təhsil ocağının bu cür bərbad vəziyyətdə olması həqiqətən də utanc vericidir. Ümid edirik bu görüntüləri Təhsil Nazirliyi də izləyəcək və lazımi tədbirlər görüləcək. Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. Baxımsız sinif otaqları və dəhlizlər, qırıq ayna və qapılar, şüşəsiz pəncərələr. Görüntülər Şəmkirin Çınarlı qəsəbəsindəki Şəhid Etibar Həsənov adına 1 saylı məktəbdəndir. Yağış davam edən məşəsi olur buralar. Uşağı bura gətirib məktəbə qoymaq istəyəndə qoya bilmirik. Çünki xəstələnirlər, pis gündə olur. 30 ilə yaxındır ki, təmir olmayan məktəbin bir çox sinifləri yararsız halda olduğundan istifadə olunmur. İstifadə olunan siniflərin isə bir çoxunda qapı və pəncərələr bu cür yararsız halda olduğundan hər qış siniflərin isidilməsi problemə çevrilir.
Deyərdik ki, verilişimizə baxan aidiyyəti qurumların əməkdaşları Şəmkir rayonu Çınarlı qəsəbəsinin belə acınacaqlı vəziyyətdə olan bir saylı tam orta məktəbinin binasını tezliklə təmir edəcəklər. Nə qapısı var, nə də ki pəncərəsi. Diqqətlə baxsan, qəzalı vəziyyətdə də deyil. Amma həm də bir növ tərk edilmiş viranəliyə bənzəyir. Söhbət Şəmkir rayonunda yerləşən təhsil ocağından gedir. Şəmkir rayonunun Çınarlı qəsəbəsindəki bir saylı məktəb o vəziyyətə düşüb ki, yararsız döşəmələr sökülərək qışda odun kimi istifadə edilir. Amma təəssüf ki, Şəmkir rayonu Çınarlı qəsəbəsinin bir saylı tam orta məktəbinin şagirdləri mahnıda oxunduğu kimi heç də özlərini bəxtəvər sanmırlar. Belə getsə, bu məktəb şagirdsiz qalacaq. Vaxtı ilə 800 yerlik olan bina o qədər bərbad vəziyyətdədir ki, indi cəmi 300 şagird qalıb. Söhbət Şəmkir rayonunun Çınarlı qəsəbəsində yerləşən Şəhid Etibar Həsənov adına bir saylı tam orta məktəbdən gedir. Bir daha aidiyyəti qurumlardan xahiş edirik ki, burada göstərilən problemlərə diqqət ayırsınlar. Yəni, onlar bu məsələni həll edəcək, biz onlara təşəkkür edəcək, onların uğurları olacaq. Elə ilk olaraq da gəlin vətəndaşların göndərdiyi əsas problemlərə keçid alaq. Gördüyünüz kimi bu məktəb çox bərbad haldadır. Nə qapısı var, nə pəncərəsi var, nə də polu var. 30 il ərzində heç bir iş görmübdür. Kanalımıza müraciət edən Şəmkir rayon sakini Bəhman İsmailov bildirir ki, Şəhid Etibar Həsənov adına olan bir saylı tam orta məktəb çox bərbad vəziyyətdədir. Şagirdlər qış aylarında demək olar ki, məktəbə gedə bilmirlər. Gedəndə də tez-tez xəstələnirlər. Baxımsız sinif otaqları və dəhlizlər, qırıq ayna və qapılar, şüşəsiz pəncərələr. Görüntülər Şəmkirin Çınarlı qəsəbəsindəki Şəhid Etibar Həsənov adına bir saylı məktəbdəndir. Mesajda da tamaşaçımız yazıb ki, Şəmkirin Çınarlı qəsəbəsində bir saylı məktəbin nə qapısı var, nə pəncərəsi. Yağış yağır, yer də, polu da yoxdur deyir. Ona görə uşaqların paltarları səliqəli qalmır. Şəmkirin Çınarlı qəsəbəsi. Əzizlər, gördüyünüz kimi bu məktəb 30 ildən çoxdur ki, bu vəziyyətləri bu durumdadır. Gördüyünüz kimi biz haradasa bir neçə aylardır, bir il yaxındır ki, mübarizələr aparırıq ki, inşallah şəhidimizin adını daşıyan bu məktəb tez bir zamanda təmir olsun və burada şagirdlər sağlam bir şəkildə öz dərslərini keçsinlər. Gördüyünüz kimi məktəb çox bərbad bir gündədir. Qapısı yox, pəncərəsi yox. Dəfələrdən bu məktəb haqqında öz şahidimizi bildirsək də hal-hazırda heç bir dəyişiklik yoxdur. Bir çox sinif otaqlarında isə nəinki qapı və pəncərə, heç döşəmə taxtaları da yoxdur. Valideynlər deyir ki, zamanla dağılıb sıradan çıxan döşəmə taxtaları soyuq qış aylarında sinif otaqlarını isitmək üçün yanacaq kimi istifadə olunur. Vaxtı ilə bu geniş və işıqlı olan sinif otağı hal-hazırda istifadə olunmur. Buna səbəb isə sinif otağının tamamilə yararsız vəziyyətdə olmasıdır. Məktəbin mövcud vəziyyəti ilə bağlı ən çox narahatlıq keçirənlərdən biri də adını daşıdığı Şəhid Etibar Həsənovun anasıdır. Mən bu məktəbi əməlli başlı gül kimi görsəm, elə bilərəm balam yaşayır. Yəni balamın adınadır. Heç olmasa onun adına gedən məktəb bizi dirilsin. Məktəbin ən böyük problemlərindən biri də istilik sisteminin olmamasıdır. Siniflərdə odun sobaları qurulsa da, qapı pəncərələrin yararsız vəziyyətdə olması otaqların isinməsinə imkan vermir. Şəhid Etibar Həsənovun anası da övladının adını daşıyan məktəbin bu vəziyyətdə olmasından narazıdır. Mənim oğlum da gör bu məktəbdə oxuyub, qutarıb, 30 ildir şəhiddir. Onun adını daşıyır, amma mən onun adına yaraşdırmıram. Elə valideynlər var, buradan uşaqlarını köçürdüb o biri məktəblərə qoyub. Məktəbin acınacaqlı vəziyyətindən ən çox narahatlıq keçirənsə adını daşıdığı Şəhid Etibar Həsənovun anasıdır. Onun adına olan məktəbi, onun kimi, gül kimi görsəm, elə bilərəm oğlum yaşayır. Bilirsən nə var? Amma bunun məktəbini belə görəndə vallah, balamın ürfaqı elə bir yaşamıram. 92-ci ildə nə qədər dəfələrlə yazmışam, mən anayam, gözəmirəm. Mənim uşağım bu dəqiqə mənim nəvələrim burada oxuyur. Yazmışam, gəliblər, çəkiliblər, amma davamını görmürəm. Mənim nəvəm bu məktəbin yanında olur, bura gəlmədi. Çünki şəraiti yoxdur, bərbad haldadır. Müəllim var, yaxşı müəllimləri var. Şərait yoxdur, nə şərait edəsiniz? Özünüz gördünüz də, baxdınız. Ona görə də o biri məktəbə bağlı qoymuşuq. Tikilən gündən bugünkü günə kimi hələ burada bir təmir iş görülmüyübdür. 800 nəfəri məktəb, indi olubdur 300 nəfəri, o da heç tam gəlmir.
O da günü-gündən azala-azala gedir. Nə qapısı var, nə polu var, nə pəncərəsi. Bilmirik biz uşağın təhsilindən maraqlanaq, yoxsa sağlamlıqla maraqlanaq. Paslayan aparırıq həkimlərə. Çünki pəncərələr yox, bütün günü soyuq. Pəncərələr yox, pol yox, qapı yox. Ona görə də uşaqlar gələ bilmirlər. Gələn uşaq xəstələnir, bir dünya müalicəyə pul gedir, həkimlərə qalır. Bu sinifin polunu söküb, obsiddə yandırırlar. Yəni vəziyyət çox bərpa, pis haldadır. Aynaları salafan çəkirlər. Bu gün salafan çəkir, sabah külək olan kimi böyük aynadır. Qış sezonu demək olar ki, davamiyyət yoxdur. Nəyə görə soyuq olur, şərait yoxdur, istilik yoxdur. İstilik olsa yaxşı olar məktəb. Uşaqlarımız da təhsil ala bilər. Çınarlı qəsəbəsinin sakiniyəm. Hüseynov Almaz qoca qızı. Mənim nəvələrim də bu məktəbdə oxuyur. Nə yanacağı var, nə polu var, nə patoloku var. Bir dənə bir düzəməlli istilik sistemi yox, bir şey yox. Biz buraya yığışmışıq ona görə ki, bizim uşaqlar Şəhid Etibar Həsənov adına məktəbdə oxuyur. Müəllimələrdən heç bir narazılığımız yoxdur. Dərslər yüksək səviyyədə keçirilir, ancaq şəraitdən çox narazıyıq. Pol yox, aynalar, şüşələr yox, qabağa qarlı qış gəlir. Mən çox istəyərəm ki, məktəbimiz düzəlsin. Mən hamıya deyim ki, bizim çox qəşəng məktəbimiz var. Vala salam hamınıza. Mən də hamı kimi təzə məktəbdə oxumaq istəyirəm. Bu məktəb çox qırıqdır. Bizim siniflər, nətər deyəmi, yoxdur. Sinif çox soyuq olur. Bizim məktəbin qapıları çox pis gündədir. Məktəbin qapıları yoxdur. Bəzi uşaqlar var məktəbə gələndə tez-tez xəstələnir. Buna görə məktəbimiz pis gündədir. Bizim məktəbimiz çox bərbad haldadır. Mən burada oxuyandan yaxşı vəziyyət görməmişəm. Məktəbimizin aynaları, polları, hər şey pis gündədir. Biz də istəyərik ki, yaxşı məktəbdə oxuyaq, yaxşı təhsil alaq. Məktəbimizin də belə deyim, pis gündədir, təmiz. Heç kim məktəbə gəlmək istəmir vəziyyətə görə. Biz də tez-tez xəstələnirik qış olanda. Etibar Sövanda bir saat tam orta məktəb çox bərbad gündədir, polları yox. Qışda pol əvəzinə, qışda polları kəsib odun əvəzinə yandırırlar. Biz də istəyərik ki, yaxşı məktəbdə təhsil alaq, təhsilimiz yaxşı olsun. Mən 6 ildir bu məktəbdə oxuyuram. 6 ildə mən burada da bir şərait görməmişəm. Yəni bir pollar bərbad gündədir. Odun yandırırıq məktəbdə. Xəstələnirik, məktəbdən qalırıq, təhsil ala bilmirik. Bəzi müəllimlərimiz də bu dəqiqə xəstədir və uşaqlar da daxil olan. Çox soyuqdur. Həqiqətən də çox soyuqdur və biz üşürük. Məmmədov Rəhbər Məmmədoğlu. Məktəb haqqında deyə bilərsiniz? Məktəb haqqında məktəbi düzəltmək lazımdır. Mənə uşağımız oxuya bilmir, girə bilmir, soyuqdan dura bilmir. Aynalar qırıq, qapılar qırıq. Məktəbin içinə girirəm, nə polu var, nə qapısı var, nə bir şey var. Məktəbdə heç bir şərait görməmişəm. Məndən qabaq oxuyanlar da deyir ki, bu vəziyyət çox pisdir, biz üşürük, aynalarımız, pəncərələrimiz qırıqdır və biz bu məktəbin təmir olmağını istəyirik. Və sonra bizim qapılarımız qırılıb. Mən Musayev Elman, mən 6 sinifində oxuyuram. Mən 6 ildir oxuyuram. 6 ildir mən bu məktəbdə şərait görməmişəm. Bizim aynalarımız, pəncərələrimiz qırıqdır. Biz polu pesə yandırıb, qızılmaq suyunu yandırırıq. Məhəmmədova Aysiyam, 6 ildir bu məktəbdə oxumuşam və mən bu məktəbdə heç şərait görməmişəm. İstərəm ki, məktəbimiz təmir olsun. Hətta dərs keçəndə qorxa-qorxa keçirib, pollar qırıqdır. Məktəbimiz Etibar Həsənovun adınadır. Etibar Həsənov da şəhidimizdir. Məktəbimizin adını daşıyır. İstər ki, o da istərdi ki, yəqin ki, qalsa, məktəbimiz təmir olsun. Şəmkir rayon Çınarlı qəsəbəsində Şəhid Etibar Həsənovun adını daşıyan orta məktəb biabırçı vəziyyətdədir. 30 ildən çoxdur ki, məktəbin əsaslı təmirə ehtiyacı var. Hər tərəfi uçub dağılıb. Artıq elə bir vəziyyət yaranıb ki, şagirdlərin həyatı üçün ciddi təhlükə hökm sürür. Misiya TV-yə şikayət edən Şəmkir rayon Çınarlı qəsəbə sakinlərinin sözlərinə görə Şəhid Etibar Həsənovun anası, eləcə də digər valideynlər məktəbin təmiri ilə bağlı dəfələrlə əlaqədar qurumlara müraciət etsələr də bunun
heç bir nəticəsi olmayıb. Bugün geridə qalmış Afrika ölkələrində belə bu cür məktəblərə rast gəlmək olmaz. Belə acınacaqlı vəziyyətdə olan məktəbdə hansı təhsildən, hansı elmlə danışmaq olar? Şikayətlərimizə baxan yoxdur deyə şikayətçilər bildirirlər. O da qeyd olunur ki, şagirdlər dərslərdən yayınır və buna görə də kimisə qınamaq olmaz. Çünki söhbət insan həyatına yaranmış təhlükədən gedir. Kadrlardan da göründüyü kimi sinif otaqlarının tavanı, döşəməsi dağılıb, qapı pəncərələr tamamilə sıradan çıxıb. Maraqlıdır, Təhsil Nazirliyinin belə bir məktəbdən, daha doğrusu məktəb adını daşıyan bina qalıqlarından xəbəri varmı? Ümid edirik ki, əlaqədar qurumlar Şəmkir rayonu Çınarlı qəsəbə məktəbinin halına acıyıb müvafiq təmir bərpa işləri başladacaqlar. Məsələ ilə bağlı Şəmkir rayon icra hakimiyyəti ilə əlaqə yaratmaq cəhdlərimiz alınmadı. Qurumun rəsmi saytındakı əlaqə bölməsində qeyd olunmuş nömrələrə gün ərzində cavab verən olmadı. Leyla Səməndər, Heydər Həsənli, Missiya TV. Təhsil ocağının nə qapısı var, nə də ki pəncərəsi. Şəmkirin Çınarlı qəsəbəsində məktəb viranə qalıb, valideynlər həyəcan təbili çalır, araşdırmışıq. Nə qapısı var, nə də ki pəncərəsi. Diqqətlə baxsan, qəzalı vəziyyətdə də deyil, amma həm də bir növ tərk edilmiş viranəliyə bənzəyir. Söhbət Şəmkir rayonunda yerləşən təhsil ocağından gedir. Uzun sözün qısası, tam orta məktəbin natamamlıqları saymaqla qutaran deyil. Övladlarını hər gün o məktəbə təhsil arxasınca yola salan valideynlərin şikayəti əsasında Şəmkirin Çınarlı qəsəbəsində yerləşən orta məktəbə yollandıq. İzləyək. Oy, oğul, bəlkə də 50 dəfə deməkdən yoruldum, başına dolanım, yazmaqdan bezdim. Həftənin o başı, bu başı uşaq xəstəxanaya müalicə alır. Uşaqlar pol gelir, pol yarılır, yoxdur, ayna yox, qapı yox. İlk baxışdan qorxu filmlərinin pavilyonuna bənzəsə də, bura hazırda yüzlərlə şagirdin təhsil aldığı məktəb binasıdır. Görüntülər Şəmkir rayonu Çınarlı qəsəbəsi Etibar Həsənov adına tam orta məktəbdəndir. Maraqlısı ondadır ki, tərk edilmiş viranəlikdən fərqlənməyən bu tikilinin sinif otaqlarında hər gün dərs keçilir. Sinif otağı dedikdə gözünüzdə canlanan mənzərəni yaddan çıxarın. Çünki Çınarlı qəsəbə məktəbinin otaqları həmin stereotipləri yerlə bir edəcək. Məsələn, buradakı otaqları bir-birindən ayıran sadəcə köhnə, ovulub tökülən divarlardır. Siniflərin nə qapısı var, nə də pəncərəsi. Yaxşı deyiblər, görü var ki, kəfəni də olsun. Belə ki, məktəbdə heç döşəmə də yoxdur. Bəzi yerlərdə çürümüş taxta döşəmə qalıqları olsa da, bəzi otaqlar sanki dəniz kənarı qumsaldır. Binadakı ekskursiyamıza bir qədər fasilə verib onu da qeyd edim ki, binanın çölü də içindən geri qalmır. Pəncərələr şüşə üzünə, şagirdlər və məktəb kollektivi isə istiliyə həsrət qalıblar. 88-də təhvil verdik buranı, bax bu binanı, 88-də. O vaxtdan da bərbad günəş köftə, yəni dediyim var. Yox, olunmuyubdur. 88-dən bura təmir olunmuyubdur. Uşaqlar pol gelir, pol yarılır, yoxdur, ayna yox, qapı yox. İstiliyi, soğuğu, açaplarını yalandan şəkildir ora qoyulub. Amma burada su qızırdı, buradan verilirdi promoy bura. İndi yoxdur. Heç olmasa bir gələndə bir isti yerdə otursunlar. Bilsinlər ki, valideyn uşağı göndərəndə uşaq xəstələnməyəcəkdir. Nəyə görə? Uşağı mən bərbad vəziyyət məktəbə göndərməliyəm. İstilik demişkən, təhsil ocağının istiliyi odun sobaları ilə təmin olunur. Daha doğrusu buna cəhd edilir. Təsəvvür edin, qapısı pəncərəsi qırıq binanı isitmək nə dərəcədə ağla sığandı. Övladını təhsil ardınca yollayan valideynlərin əsas gileygüzarı da məhz budur. Yeni tədris ilinin başlamasından heç bir ay keçməyib. Amma bu məktəbin şagirdləri çoxdan dava dərmana möhtac qalıb. Məktəbimizdə qazanxanası yoxdur. Məktəbimizin aynaları təmiz, hamısı yağınlıq ucbatından hamısı çürüyüb. Aynalarımız pis vəziyyətdədir. İçəridə soyuq olur, uşaqların xəstələnməsinə səbəb olur. Həftənin o başı, bu başı uşaq xəstəxanaya müalicə alır. Onun da heç bir xeyri yoxdur. Uşaqlarımız dərsdən yayınır. 35 ildən çox ki, bərbad gündədir. Nə qapısı var, nə pəncərəsi var, nə polu var. Yəni odun yanırlar. Odun yanılmağın bir mənası yoxdur. Çünki qapı pəncərə olmayanda nə xeyri var onun. Yağış damlayıb, bütün günü suyun içindədir. Xəstələnirlər, bastan aparır həkimlərə. Şikayətçilərlə söhbət zamanı o da məlum oldu ki, tədris müəssisəsində heç sanitar qovşağı da yoxdur.
Sinif otaqlarında rast gəlinən 1-2 qırıq partanı nəzərə almasaq, məktəbi elm ocağı edən əsas hissə kitabxana olub. Təəssüf ki, bir neçə gün əvvəl yağan mövsümi yağışlar kitabxanaya dolub. Nəticə etibarilə bütün dərsliklər və kitablar məhv olub. Yəqin ki, qeyd etməyimə ehtiyac yoxdur. Bəli, tikilinin dam örtüyü də özü kimi istismar müddətini çoxdan başa vurub. Beləliklə yağan yağışlar tək sinif otaqlarını yox, elə sakinlərin səbir kasasında doldurub. Oy, oğul, bəlkə də 50 dəfə məktublar yazmışam. Heç nə, yaxşı da bu. Oturaq yerləri yox, uçubdur. Bu dəqiqə ayağını polun üstündə ayağını keçir polun altına, elə sinif olur, elə məktəb olur, qurban olum. Deməkdən yoruldum, başına dolanım, yazmaqdan bezdim. Şikayətçilərin sözlərinə görə ard-arda etdikləri şikayətlərə 2011-ci ildə cavab alıblar. Bildirilib ki, yaxın vaxtlarda məktəb əsaslı şəkildə təmir olunacaq. Verilən vədə əməl olunub-olunmadığı isə göz önündədir. Əlqərəz, Çınarlı qəsəbə tam orta məktəbinin müqəddəratı ilə bağlı Qazax Tovuz Regional Təhsil İdarəsindən xəbər aldıq. İdarənin baş məsləhətçisi Nəcibə Vəliyeva Qasımova bildirdi ki, bildiririk ki, adı çəkilən Şəmkir rayon Çınarlı qəsəbə Etibar Həsənov adına tam orta məktəbin cari vəziyyəti ilə bağlı məlumatlıyıq. Çınarlı qəsəbə Etibar Həsənov adına tam orta məktəbin qarşıdakı dövrlərdə təmiri nəzərdə tutulub. Son 2 ildə Qazax Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 70-dən çox məktəbdə cari, 4-ündə əsaslı təmir işləri aparılıb, 4 məktəb binası sökülərək yenidən inşa edilmişdir. Qeyd edək ki, təhsil müəssisələrinin təmiri və tikintisi növbəllik və prioritetlik prinsipi əsasında həyata keçirilir. Məktəb binası tam olaraq nə zaman əsaslı təmirə bağlanacaq, bunu deyə bilmərik. Bircə bunu bilib, bunu deyirik ki, rahat və təhlükəsiz şərait keyfiyyətli təhsilin ayrılmaz hissəsidir. Yeri gəlmişkən hazırda problemlə üz-üzə qalıb, probleminin qısa zamanda müsbət həllini görmək istəyənlər. Məncə artıq hara müraciət etməli olduğunuzu yaxşı bilirsiniz. Hər ehtimala qaynar xəttimiz 055 510 0202 nömrəsini bir daha diqqətinizə çatdırmaq istəyirəm. Problemləri bitməyən məktəblə bağlı Qazax Tovuz Regional Təhsil İdarəsi ilə əlaqə saxladıq. Qurumdan sadəcə bildirdilər ki, məktəbin təmir olunması gözlənilir. Məsələ ilə bağlı bildirmək istəyirik ki, Çınarlı qəsəbə 1 saylı tam orta məktəb 2019-2023-cü illər regionların sosial-iqtisadi inkişafı dövlət proqramına salınıb, təmir olunması gözlənilir. İstiliklə bağlı isə qış aylarında Çınarlı qəsəbə 1 saylı tam orta məktəb lazımı qədər yanacaqla təmin olunacaq. Məsələ ilə bağlı Qazax Tovuz Regional Təhsil İdarəsindən bildirilib ki, sözügedən məktəb təmiri planlaşdırılan təhsil ocaqlarının siyahısına salınıb. Regionların sosial-iqtisadi inkişaf proqramına əsasən bir sıra məktəblər 2019-23-cü illərdə plana salınıb. Onların içərisində Şəmkir rayon Çınarlı qəsəbə 1 saylı tam orta məktəbdə var. Məktəbin kollektivi və valideynlər dəfələrlə aidiyyatı qurumlara müraciət etsələr də hələ ki bir nəticə yoxdur. Qazax Tovuz Regional Təhsil İdarəsindən ATV xəbərə bildirildi ki, məktəbin təmiri regionların sosial-iqtisadi inkişafı dövlət proqramına salınıb. Təhsil ocağı gələn il əsaslı şəkildə təmir olunacaq. Məsələ ilə bağlı Qazax Tovuz Regional Təhsil İdarəsindən münasibət öyrəndik. Şəmkir rayon Çınarlı qəsəbə 1 saylı tam orta məktəbi mövcud vəziyyəti ilə bağlı məlumatlıyıq. Bu barədə bildirmək istəyirik ki, regionların sosial-iqtisadi inkişaf proqramına əsasən 2019-23-cü illərdə proqrama salınmış məktəblər təmir olunması gözlənilir. Onların içərisində Şəmkir rayon Çınarlı qəsəbə 1 saylı tam orta məktəbdə var. Şəhid adını daşıyan bir təhsil ocağının bu cür bərbad vəziyyətdə olması həqiqətən də utanc vericidir. Ümid edirik bu görüntüləri Təhsil Nazirliyi də izləyəcək və lazımi tədbirlər görüləcək. Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. Baxımsız sinif otaqları və dəhlizlər, qırıq ayna və qapılar, şüşəsiz pəncərələr. Görüntülər Şəmkirin Çınarlı qəsəbəsindəki Şəhid Etibar Həsənov adına 1 saylı məktəbdəndir. Yağış davam edən məşəqqəsi olur buralar. Uşağı bura gətirib məktəbə qoymaq istəyəndə qoya bilmirik. Çünki xəstələnirlər, pis gündə olur. 30 ilə yaxındır ki, təmir olmayan məktəbin bir çox sinifləri yararsız halda olduğundan istifadə olunmur. İstifadə olunan siniflərin isə bir çoxunda qapı və pəncərələr bu cür yararsız halda olduğundan hər qış siniflərin isidilməsi problemə çevrilir.
Bildirik ki, verilişimizə baxan aidiyyəti qurumların əməkdaşları Şəmkir rayonu Çınarlı qəsəbəsinin belə acınacaqlı vəziyyətdə olan bir saylı tam orta məktəbinin binasını tezliklə təmir edəcəklər.